Astara rayon Mərkəzi Xəstəxanasının mama ginekoloqu Nematova Ülviyə Tofiq qızı. Dünən 28-ci 10-cu ay 2025 tarixi saat 10 radələrində xəstə İmanova Əfsanə Maqsud qızı xəstəxanamıza qəbul şöbəsinə təcili tibbi yardım maşını ilə çatdırılmış. Daxil olarkən xəstədə 29 həftəlik hamiləlik ölü-döl aşkarlandı. Yüksək hipertermiya, xəstə doğum şöbəsinə evakuasiya olundu. Buradan xəstə septiki şok, kəskin böyrək çatışmamazlığı, ağciyər çatışmamazlığı diaqnozu qoyuldu. Dərhal reanimasyon tədbirlər başladı. Lakin göstərilən bütün reanimasyon tədbirlərlə rəğmən xəstədə heç bir irəliləyiş olmurdu. Getdikcə saturasiyası düşür, təzyiq hipotoniya vəziyyətində və xəstə süni ventilyasiya aparatına, tənəffüsün süni ventilyasiyası aparatına qoşulmaq üçün dərhal reanimasiya şöbəsinə qaldırıldı. Oradan göstərilən bütün reanimasyon tədbirlərə baxmayaraq səhər saat 6 radələrində xəstədə bioloji ölüm baş verdi.